Salam, dəyərli həmvətənlər, əziz soydaşlar, Günas TV tamaşaçıları, hər vaxtınız xeyir olsun. Biz bu axşam yenə də bir neçə mövzu ilə sizinlə birlikdə olacağıq. Təxminən 3 saat müddətinə verilişimiz davam edəcək. Bir neçə qismətdən ibarət olacaq ki, verilişimizin bəzi qismətlərində Sayın Əhməd bəy də iştirak edəcək. Əsasən milli məsələ ilə bağlı olacaq. Mən istərdim traktorun bu illəri qəhrəmanlıq bir startı var. Yəni bu startı götürüb qəhrəman olmağa demək olar ki, yəni yaxındır. Ona görə ya bu qəhrəmanlığı həqiqətən əldə edə biləcək ya yox. Traktorla bağlı yəni qısa da söhbətimiz olacaq. Daha sonra cari məsələlər əgər fürsət olacaqsa ki, həftə ərzində və xüsusən də elə bu gün özündə nələr baş verib bölgə və məntəqəmizdə bizim verilişimizin bilirsiniz əsas yəni məntəqə ilə bağlıdır. Daha çox biz dünya xəbərlərinə yəni o qədər önəm vermirik. Ancaq İran və İran ətrafında olan ölkələr, orada baş verən olaylar. Və verilişimizin sonuncu qisməti də yenə də milli məsələmizdir və milli məsələdə qırmızı xətlərimiz hardadır, nələrdir? Yəni bu ki, bura daxildir əlbəttə məhbuslar, o cümlədən Əlirza bəy Fərşik İsfənd ayının 2-sində təxminən 50 gündə həbs olunub, hələlik haqqında heç bir yəni nədəni yəni bəlli deyil ki, nə üçün tutublar, haradır, durumu necədir, vəziyyəti necədir? Bunlara da yer verəcəyik. Traktor, mən öncədən istərdim ki, traktorun sabahları çox yenə də mühüm bir oyunu var İsfahanla. İsfahanda təbii ki, çoxlu soydaşlarımız yaşayır. Arada yəqin ki, yəni Təbrizdən də, Azərbaycanın müxtəlif bölgələrindən də və İsfahana yaxın yerlərdən də, o cümlədən elə Tehranın özündən 100% yəni soydaşlarımız gedəcəklər. Xüsusilə də İsfahanda yaşayanlar ki, az deyil saylar, yəni çoxlu sayda türklər də orada yaşamaqdadır. Yəqin ki, traktoru tək qoymayacaqlar. Çünki bu traktor üçün çox önəmlidir. Traktor bundan sonra əgər yəni xallarını itirməzsə, onun qəhrəmanlığı yəni o qədər də əlçatmaz deyil. Niyə də olmasın? Yəni bu hal-hazırda yəni 48 xalla neft, Tehran nəftimi yəni birinci yerdədir. Traktor 47 xalla ikinci yerdədir. İstiqlal 42 xalla üçüncü yerdədir. Əlbəttə İstiqlalın 25 oyun oynayıb, yəni bir oyun traktordan qabaq oynayıb, dünənlər oynayıb, bərabərliyə qalıb və ona görə də bunların yəni şansı bir qədər azalır. İsfahan da 41 yəni xalı var hal-hazırdakı sabah traktordan oynayacaq. Hətta bunlar udsalar belə, yəni xal baxımından traktora çata bilməyəcəklər bu oyunda. Amma nəzərə alsaq ki, hələ sabahki oyundan başqa bir 5 oyunda qalır. Ona görə də əgər müntəzəm olaraq bu oyunları təbii ki, udsa, hər halda qəhrəmanlığı əldə edə bilər. Yəni, belə bir şansı var. Mən onu da deyim ki, yəni bu qalan oyunlar o qədər də asan oyunlar deyil. Məsələn, elə Tehran nəftiminin özü ilə oynayacaq, sabahları İsfahanla oynayır, İstiqlalla oyunu var filan. Yəni, çətin oyunlardır. Ona görə də təbii ki, tərəfdarların təşviq etmək, timin arxasında durmaq, indiki vaxtda, indiki bir vəziyyətdə biz bilirik ki, yəni oyunçular da narazıdır əslində. Çünki onlar qərar imiş ki, ən azından Novruz bayramına qədər onların bir 80%, 80% alacaqlarını ödəyərlər, amma ödəməyiblər cəmi deyilənə görə 20-30%. Yəni bu mənfi təsir edir bu oyunçularda, ruhiyyəsində və yəni bədhaqq hesablıq belədir. Hər halda bu bizə aid olan bir məsələ deyil, biz mövcud durumu vəziyyəti danışmaq istəyirik. Ona görə də yəni Azərbaycanda, yəni belə götürəndə Azərbaycanda büdcə pul yoxdur o qədər. Yəni dövlət büdcəsi böləndə də bunlar bilirsiniz ki, fərq qoyurlar İstiqlal Persepolis timlərinə. Azərbaycana gələndə yəni vəziyyət həmişə hər zaman dramatikdir. Onun üçün indi necə təmin edəcəklər, necə verəcəklər oyunçular, hansı ruhiyyə ilə bu oyunlara davam etdirəcək, onu özləri bilir, bir Allahları. Amma hər halda tərəfdarların
bu məsələdə səhnədə olması özü çox önəmlidir. Yəni bir çox oyunçular tərəfdarları görəndə, o izdihamı görəndə filan istər-istəməz vəcdə gəlir. Yəni bu insan xilqətən belədir. İnsan yəni əgər hər hansı bir təşviq olunarsa, o daha da enerjili, daha da güclü. Yəni hər iş olur olsun fərq eləməz. Gəlir və o işini davam etdirir. Təşviq olmursa, bir qədər o indiki vəziyyətlə, maddi vəziyyətlə durumları o qədər də ürəkaçan olmayacaq. Yəni bunu bu başdan biz bəyan edək. Traktorun qəhrəmanlığı, qəhrəman olması və ola biləsi, yəni bu il İran liqasında mən ona görə deyirəm ki, bu mümkündür. Çünki cədvəl, yəni durum olaraq traktorun vəziyyəti bu cədvəldə çox-çox yüksəkdir, çox yaxşıdır. Yəni mövcud imkanat, mövcud şərait işimiz yox. Ondan o ayrı bir məsələ. Belə götürəndə bütün timlər üçün var. Yəni ən azından hər halda 16-18 tim varsa, onların bir 15 üçün belədir. O belə mənada götürəndə. Ona bax, yəni bu anlamda, bu mənada traktor eyni zamanda o tərəfdarlar ki, traktorun var, heç bir tim, yəni bunları, bu tərəfdarları meydana çəkib tökə bilmir. Və ona görə də yəni bu da bir puandır, bu da bir ondan istifadə edə bilər və eyni zamanda hər halda traktor biz həmişə görmüşük ki, belə bir fəsildə, isti, normal bir fəsildə daha yaxşı oyun nümayiş etdirir nisbət ayrı bir soyuq və yaxud digər havalara. Bu da bir puanlardır ki, indi fərq eləməz, istər qonaq olsun, istər ya özgə meydanda oynasın. Adətən traktor üçün o qədər önəmli deyil yəni bunlar. Çünki hər yerə gedir tərəfdarı var, hər yerə gedir onu təşviq edən var. Bütün şəhərlərdə, yəni İranın daxilində. Özünü yəni yalnız hiss eləmir. Bu anlamda bir çox yəni puanlara hal-hazırda malikdir. Rəvani baxımdan, yəni psixoloji baxımdan da dedim ikinci yerdədir. Nəftim ki, hal-hazırda birinci yerdədir. Cəmi bir xalla fərqlidir. Bir xal, yəni böyük bir xal deyil. Yəni bu sonda, yəni indi də olmasa 2 və yaxud 1 oyun qalanda da bu hər halda bu talih həll ola bilər. Ona görə ki, nəftin özü ilə də oynayacaq. Yəni nəftin özü ilə oynamaq 3 xal deməkdir. Əgər nəfti məğlub edəcəksə, yəni istər-istəməz bu qəhrəmanlığı labüd olacaq. Ona görə də biz niyə də olmasın, nə üçün də olmasın, ilk qəhrəmanlığını Təbrizə gətirmək istəyir, Azərbaycana gətirmək istəyir. Bu, Azərbaycanın futbol inkişafında da böyük rolu var, tərəfdarların ruhiyyəsində də çox böyük rolu olacaq. Ona görə də yalnız biz yenə də deyirik, ancaq tərəfdarlar, yəni traktorun sərmayəsi onun tərəfdarlarıdır. Əlbəttə, mən istərdim traktor Asiya oyunu, bilirsiniz, davam etməlidir. Hələlik 2 oyunu qalır, yəni bəlli deyil. Cədvəldə də durumu elə də pis deyil. O mənada ki, düzdür, 4 timin arasında 4-cü yerdədir. Amma 3 timin elə 4 xalı var. Yəni belə götürəndə. Əgər növbəti 2 oyunu dalbadala qalib gələrsə, traktor %100 öz mərhələsindən yəni çıxa bilər. Yəni bu şansı var. Sadəcə buna görə şansı odur ki, həm 4-cü yerdə olasan, həm səndən öndəki 2 timlərin yəni eyni bərabər imtiyazı daşıyasan. Yəni əgər onları məğlub edərsə, indi orada təbii ki, Səudiyyə Ərəbistanın Əl-Hilal timi 1-ci yerdədir, yəni cədvəldə 1-ci yerdədir. Ondan hər timdən hər halda hər qrupdan 2 tim qalxır və şansı var, yəni qalxma şansı var o mənada. Bu barədə də hər halda indi 3 ildir təcrübəsiz deyə də bilmərik, təcrübə nə vaxt olacaq, amma nədənləri bəlli deyil. Niyə Asiya oyunlarında belə zəif oyunlar nümayiş etdirir, bəlli deyil. Yəni bunu biz bilmirik. Hər halda bir dənə onu bilirik ki, bu illəri həm istər yəni daxili liqada, həm Asiya oyununda Dərvazəbanın qurbanısı oldu. Yəni həqiqətən də traktor indiki Dərvazəban onun qurbanısı oldu. Çünki xətibini timdən uzaqlaşdırmaq üçün
gördünüz o nələr elədi. Yəni bir adam ki, sifarişlə oynaya, ona görə də o bir qədər, yəni heç yerdə saxlamazlar. Yəni baxın görün nə qədər zərbə vurdu. Bəlkə heç o nəticələr, o məsələ, o problem olmasaydı indi traktor bir neçə xalla, yəni birinci yerdə idi. Siz təsəvvür edin ki, bir dənə məsələn hansısa sifariş fərq eləməz. Düzdür, mən demirəm indi o da bir sərbazdır, oyunçudur, gətiriblər. Amma istər-istəməz tapşırıq da olandan sonra bu heç bir əxlaqa sığmayan bir məsələdir ki, sən xətibini məsələn sərmürəbbilikdən pis nəticə ilə çıxartdırmaq üçün o cür hərəkətlər eləyəsən, boşuna qolu buraxasan, filan eləyəsən. Yəni, bundan futbol olmaz. Bu gərək necə olmasa, bu il ki, hər halda keçdi. Növbəti ildən traktor %100 ciddi bir qapıcı ilə, yəni bu qapıcı xarici qapıcı olsa daha yaxşı, yəni xarici oyuncu olsa daha yaxşı. Çünki İranda daxili oyunculara ittilatın, nə bilim, ayrı-ayrı əllər rahat çatır. Təhdid eləyirlər, qorxuzurlar, nə bilim, nələr və məcburdur onların diktəsini icra eləsin. Onun üçün bu illər hər halda traktordan o qədər də nələrsə ummaq mümkündür. Çünki böhrana düşdü, böhran yaşadı. O tim ki, həmişə hər zaman böhran yaşayır, onun aqibəti o qədər xoş da bitmir. Hər halda biz traktorun son oyununun videosunu, yəni Asiya oyunundan Əl-Əhli ilə, Səudiyyə Ərəbistanın Əl-Əhli timi ilə mən istərdim ki, traktorun qollarını və oyunun xülasəsini sizə təqdim edək ki, traktor tərəfdarları üçün, həm də sabahki oyun üçün bir ruhiyyə olsun ki, nəticə də o qədər də yəni pis deyil. Yəni 2-2 hər halda bədşanslıq gətirdi, 3-1 hesabı ilə oyunu bitirməlidir, amma bu nəticə də yəni beləymiş. Buyurun bərabər videonu seyr edək. Buyurun. تونی اولیویرا نسبت به بازی‌های قبلی است. موقعیت برای تراکتور پشت محوطه جریمه. فرید کریمی صاحب توپه. کریمی ضربه رو میزنه و معیوف توپ راهی کورنر میکنه. عمر پشت توپه. حرکت عمر با پای راست ضربه رو میزنه و حامد لک فوق‌العاده ایستادگی میکنه. خیلی خطرناکه ضربات آزاد عمر پشت توپ. حالا داور اجازه زدن ضربه رو میده. عمر حرکت میکنه، ضربه رو باز هم خطرناک میزنه. خوشبختانه این بار شوت عمر در چارچوب نبود. تیموریان حرکت میکنه، با پای راست توپو میفرسته. موقعیت برای تراکتور بعد تیر 2 ضربه سر ادینیو هم فایده ای نداره و توپ به میانه میدان برگشت داده میشه. میرهانی هاشمی این پاسو به سمت چپ میندازه. آقایی صاحب توپ داخل محوطه جریمه است، گیر میکنه. دوباره آقایی، این ارسال و معیوف. اگه اون لحظه ابتدایی سعید آقایی کنترل مناسبی روی توپ داشت، تصمیم بهتری میتونست اتخاذ کنه. پرتاب رو تیموریان انجام خواهد داد. به شکل بلند این کار انجام میده داخل محوطه جریمه. توپ به پشت محوطه میاد. توپ سوم رو کیانی به سمت راست برای خود تیموریان میبره و باز هم پرتابی که تکرار خواهد شد. بهترین مربی سال 2008 سوئیس گروس توپ در اختیار تیموریان قرار میده. تیموریان ارسال، یک لحظه معیوف اشتباه میکنه، موقعیت و توپی که روی خط دروازه حسابی برمیگردونه. تیموریان پشت توپ قرار گرفته. 3 بازیکن منتظر توپ برگشتی هستن. تیموریان حرکت میکنه، توپ ارسال میکنه. موقعیت برای تراکتورسازی. سحابی توپ با ضربه سر برگشت داد و حالا این توپ که توسط عبدالشافی دور میشه. میرهانی هاشمی مستقیم توپو میفرسته برای احمدزاده. تیموریان، موقعیت برای تیموریان، دروازه خالی. بهترین موقعیت تراکتورسازی در این دیدار به این شکل به هدر میره. ارسال توپ، موقعیت برای ادینیو. عجب موقعیتی رو از دست میده. دوباره ادینیو. تیموریان از سمت چپ به شکل کوتاه بازی رو دنبال میکنه. کریمی، دوباره تیموریان صاحب توپه. توپو میفرسته. موقعیت برای تراکتور. ضربه سر ساقبی. حالا ادینیو، موقعیت، گل! گل برای تراکتورسازی.
سازی به ثمر میرسونه. ادینیو در دو صحنه ناکام بود و حالا در سومین موقعیتی که براش میسازند گلزنی میکنه. انشاءالله که حتی گل‌های بیشتری هم به ثمر برسه. این ارسال تیموریان بود. ثاقبی ضربه سر رو زد، در برگشت ادینیو با این ضربه دیدنی در حالی که تو به مدافعان الاهلی هم برخورد کرده بود درون دروازه الاهلی قرار میگیره. تیموریان اگه تراکتور این نتیجه رو حفظ کنه واقعا کار بزرگی انجام داده. کیانی، موقعیت برای کیانی، ضربه رو میزنه، تو با فاصله بسیار کم از دروازه به بیرون میره. این پاسو میندازه سعید آقایی، موقعیت برای آقایی، آقایی ضربه رو میزنه. آقایی الاهلی در 71 دقیقه دیدار این شکلی توپو میفرسته و تیموریان خیلی عالی توپو برگشت میده. یه بار دیگه ضربه راه دور و کیانی که اجازه میده توپ بیرون بره و ضربه دروازه برای تراکتور اعلام میشه. به این شکل فرستاده میشه برای عمر داخل محوطه جریمه است. این مهاجم خطرناک صاحب توپه، باید جلوشو بگیرن. ضربه رو میزنه و گل مساوی. برترین گلزن الاهلی زهر خودش رو میریزه. عمر اینجا به توپ رسید، داور این صحنه رو خط تشخیص نداد. میرهانی هاشمی هم موفق نشد عمر رو مهار کنه. دو نفر از مدافعان به همراه حامد لک سر تعظیم فرود آوردند در برابر بازیکنی که در لیگ عربستان میانگین آمار گلزنیش بیش از 1 گل در هر مسابقه است. اندرانیک تیموریان حرکت میکنه، ارسال توپ، موقعیت، گل! گل دوم برای تراکتور. تراکتور گل دوم رو هم به ثمر میرسونه. تراکتور 2 الاهلی 1 در 77مین دقیقه دیدار. روی ضربه کرنر این بار تراکتور سازی به گل میرسه، به کارت زرد رو به جان میخره و باز هم شادی که سکوهای ورزشگاه یادگار امام رو فرا میگیره. شاهین ثاقبی زننده گل دوم تراکتور که به خاطر اینکه پیرنش هم برای شادی پس از گل در آورد کارت زرد میگیره از داور. خیلی سخته که روی ضربات هوایی، روی نبردهای هوایی گل زد به این تیم الاهلی. اما شاهین ثاقبی روی ارسال بی‌نقص و فوق‌العاده اندرانیک تیموریان این کار انجام میده. تنش داخل محوطه جریمه تراکتور، عمر و جسام پشت توپ، حامد لک مراقب اوضاع هست. حالا ضربه میتونه زده بشه، عمر حرکت میکنه، ضربه رو میزنه، خطرناک هم میزنه که لک استثنایی کار میکنه. 10 بازیکن از الاهلی زمین تراکتورن. موقعیت برای الاهلی، این ضربه و توی دروازه. گل مساوی رو باز هم عمر میزنه. 2-2 مساوی، در حالی که نیمکت نشینان الاهلی عربستان حرکات شایسته‌ای انجام نمیدن، سعی در تحریک کردن جو حاضر در ورزشگاه دارند. یکی از نیمکت نشینان الاهلی به سمت هوادارا رفت و عمر که یک بار دیگه دروازه حامد لک رو باز میکنه. 2-2 مساوی در دقیقه 90 این دیدار. ضربه رو معیوف زد، پاس رو به عقب از سحابی و بدون معطلی عمر گلزنی میکنه. 4 دقیقه وقت تلف شده. معلوم نشد چه اتفاقی اونجا افتاد. داور کارت قرمز مستقیم رو به بازیکن تراکتورسازی فرشاد احمدزاده نشون میده و او بازی بعدی تیمش رو در لیگ قهرمانان آسیا از دست میده. نتیجه مساوی هم هرچند شاید با 1 امتیاز خودش زیاد به کار تراکتورسازی در گروه 4 نیاد، ولی به هر حال ارزشمند هست. تراکتورسازی بازی خوبی رو به نمایش گذاشت، ولی الاهلی هر موقع اراده کرد با غفلت مدافعان روبرو شد و دروازه رو باز کرد. خب این صحنه که زیاد مشخص نمیکنه
چه اتفاقی افتاد؟ اینجا توپو رد کرد، فرندا و اینجا رو نداده. ادینیو حرکت میکنه، ضربه رو میزنه دقیقاً به نقطه‌ای که معیوف جایگیری کرده. خب این هم سوت پایان دیدار، تساوی 2-2 تیم‌های تراکتورسازی و الاهلی عربستان در شرایطی که تراکتور 2 بار در این مسابقه پیش افتاد. Hər halda gördünüz, bu gözəl səhnə idi, qollar idi. Biz hər halda ümid edirdik ki, yəni traktor bu oyun ən azından 3 imtiyazla qazansın, olsun. Çünki öz evində oynayırdı. Amma bu futboldur. Futbolun yəni həmişə hər zaman dediyimiz kimi top deyir, girdədir, meydanda hamar. Onun üçün ən önəmli oradakı o insanlar, ora gələn o gənclər, cavanlar və ara sıra indi bu oyunun xülasəsində bu görünmədi. Amma orada milli şüarlar verilirdi. Azərbaycan var olsun, istəməyən kör olsun milli şüarları orada. Demək olar ki, dəqiqələrlə bəlkə mən keçən dəfə bu Səudiyyə Ərəbistanın aparıcısı, onların yəni bir fraqment qoymuşdular. Onlar daha çox yəni bu məsələ üzərində danışırdı. Özdə izah, onlar da ərəb dilində də izah verirdilər ki, burada Azərbaycanlılar öz milli məsələlərini dövlətdən tələb edirlər. Yəni bizim yəni Quyəndədən fərqli olaraq. Ona görə də bizimki də bəllidir, çünki eləyə bilməz, həman işdən quvalarlar. Onun üçün daha çox bu məsələlərə yer verə bilmirlər. Çalışırlar ki, elə göstərsinlər ki, heç bir şey olmamış kimi. Hətta bəzən Müştəbə Sahi özü o şüarların üzərində dalbadal, dayanmadan söhbət eləyirdi ki, ta o şüarlar bəlli olmasın ki, bunlar nələr deyirlər. Halbuki, məsələn, Tehranda oyun gedəndə Tehranın quzarışgərləri, aparıcıları, o cümlədən bu 90 bərnamənin Adil Ferdosipur, onun mücrüsü, o özü həmişə hər zaman Azərbaycanlıları təhqir edəndə, söyəndə, yəni sükut edər. Dayanar ki, qoy o səs çox yaxşı, təmiz, aydın, yəni efirə geçsin, bəlli olsun. Onun üçün, yəni, fərqlər də demək olar ki, belədir. Persepolis də hər halda o Asiya oyununda hal-hazırda yəni qarşı tərəflərini məğlub edə gedir və ən son oyunda da Səudiyyə Ərəbistanın timi ilə oynadı ki, burada da təsadüf nəticəsində yəni penaltı qol vurandan sonra baş kəsmə işarəsi ilə, yəni o qol vuran, bilmirəm adı mənim yadımda deyir, amma dəfələrlə orada gəlib durbinin qabağında əlini kəsirdi, yəni başınızı kəsərəm filan. Və həm də ərəblərə qarşı olan o şüarlar ki, azadlıq meydanında səsləndirilib, bu da bahis olub ki, ərəblər FIFA-ya şikayət eləsin və eyni zamanda həm də bir idman terroristi kimi belə bir ifadə işlədiblər ki, yəni İranda yəni bu futbola gələndə də bunlar terrorist hərəkətlər edirlər. Əlbəttə o görüntü ki var idi, yəni bu onu göstərir. Oyunçusan, qol vurmusan, yəni eləyə bilərsən sən həvadarları sevindirmək üçün bir çox yəni hərəkətlər edə bilərsən. Necə ki traktorun ki köynəyini çıxartdı, olur yəni özündən asılı olmayan və Səudiyyə Ərəbistanın ki topu götdü, vurdu göyə ki Müştəbə Sahi də istədi bunu belə izah eləsin ki tərəfdarları təhrik edir. Yox, yəni özündən asılı olmayan bir şeylərdir. O cür sevincək, orada bir təhrik edici bir şey də yoxdur. Amma Tehrandakı Persepolisinki baş kəsirdi, yəni durbinin qabağına gəlmişdi. Yəni sizin başınızı kəsərəm. Bu özü, bəli, təbii ki, yəni terroristi bir işarələrdir, bir əlamətlərdir ki, onlar da onun əsasında şikayət eləyiblər Persepolisdən və ümumiyyətlə İrandan ki, bizə qarşı çox pis rəftar ediblər, bunlar neçə saat furudqahda saxlayıblar və sonra bunların hətta qaldığı yerlərdə, filanlarda bunlara təzyiqlər göstəriblər. Bu baxımdan bir sıra şikayətləri var. Onun üçün, əlbəttə, siz bilirsiniz ki, Səudiyyə Ərəbistanla İran arasında hal-hazırda bu iki ölkə arasında ciddi bir savaş var. Savaşın yəni buynuzu ola bilməz savaş. Bunlar məsələn Yeməndəki Səudiyyə Ərəbistan oranı bombardıman eləyir. İran bir tərəfdən
oranı müdafiə edir, ordu göndərir, onlara silah göndərir, para göndərir, hər bir tür yəni yardım edir. Yəni o anlamda, o baxımdan hədəf Səudiyyə Ərəbistan, yəni İranın həddəfi məqsədi oranı da ələ keçirəndən sonra Səudiyyə Ərəbistanın içində ixtişaşlar yəni törətmək və orada da bilirsiniz şiə yaşayır, yəni Səudiyyə Ərəbistanda. Ona görə Ərəbistan yəni bu məsələni bildiyi üçün, önləmək üçün bunlar necə, yəni Ərəbistanın əslində haqqıdır, hüququdur bu işi görmək. Çünki bunlar necə deyir ki, biz məsələn Suriya ona görə müdaxilə edirik, İraqa ona görə müdaxilə edirik ki, bizim ön cəbhəmizdir, biz qoymuruq düşmən bizim torpağımıza gəlsin. Yəmən də Səudiyyə Ərəbistana bitişik bir məmləkətdir, sərhəddilər. Ona görə də hər halda bunlar orada şiələri qızışdırırlar, silah veriblər, sursat veriblər. Bu da iddia edir ki, mən də bu ixtişaşı içəri çəkməmək üçün, Səudiyyə Ərəbistanın torpağına girməmək üçün elə orada boğuram. Yəni o mənada Xameneyinin də bu məsələ ilə bağlı, yəni yerim gəlmiş elə mən buna toxunum. Bu məsələ Yəmən məsələsində bağlı açıqlaması tamamilə kökündən məntiqsiz bir açıqlamadır. Yəni əslində bu İrandır ki, ittiham olunmalıdır. Yəni müttəham olunmalıdır ki, Yəməndə onun nə belə deyənlər ölümü var. Ta 2 dənə də Qusbahi Qotsun paslarını əsir tutalar. Bu günləri elan etdilər. Reuters, yəni dünyanın hər yerinə o xəbər, böyük bir xəbərgüzarıdır. Onlar yaydılar ki, Sipahi Qods ki, hamı bilir ki, o burun mərzi, yəni qoludur Sipahi Qods, onlar təxribatçı bir qrupdular ki, İrandan kənarda hər yerdə əməliyyatlar, terror əməliyyatlarına baş vururlar və onların 2 üzvləri hal-hazırda orada Yəmən dövlətinin əlindədir. Çünki indi dövlətlə Husilər savaşır. Husi də şiələrdən ibarət və yaxud Ənsar da deyirlər onlara ki, aralarında bir savaş gedir. Ona görə də bunlar neçə ay bundan öncə hücum elədilər dövləti, yəni paygahlara, paygah nizamidə nə qədər əsləhə var, modern əsləhələr, tanklar nə qədər hamısını ziddi həvai, pədafənd ziddi həvai, nə bilim, hətta uçaq, təyyarələr, bombardıman təyyarələrə qədər bunlar ələ keçirdilər və ondan sonra təbii ki, bütün bunların hamısı İranın yardımı ilə oldu. Ondan sonra da vəziyyət təbii ki, İranda orada yəni daxildə bir geniş bir şəkildə gərginləşdi və nəhayət ki, Səudiyyə Ərəbistan məcbur oldu müdaxilə etsin ki, ta oradakı Husilərin yəni qarşısını almaq üçün. Əgər belə götürəndə məsələn, Xamenei iddia edir ki, bu millətin məsələsidir və ölkəni millətə buraxmaq lazımdır. Halbuki özləri bir tərəfdən bunlara silah verir, özləri bir tərəfdən ora niru göndərir. Əgər özlərinin işi də olsa, o demək deyir ki, biri də gedə hansısa paygah nizamını ələ keçirə, gələ millət tərəfindən seçilmiş prezidenti gətirə xanənişin eləyə. Və yəni bu məsələ də təbii ki, məntiq deyil. Ona görə də Səudiyyə Ərəbistanla İran arasında bir ciddi, əslində bir savaşdır. Yəni, bunların arasında olan bir savaşdır. Yəqin ki, bildiniz, Cəddədə də, yəni, mən icazə versiniz o zaman bu məsələyə mən cari məsələdə toxunum. Çünki bunları, bu bilgiləri yəni, paylaşmaq önəmlidir bizim həmvətənlərimizlə ki, nələr baş verir orada, məqsəd nədir? Onlara biraz açıqlama gətirək. Mən dönürəm yenə də futbola ki, bu dəfə milli şüarlar Ərdəbildə, eyni Təbrizdə bir zaman Qurd Dərəsində Səhənd stadionunda səslənirdi. Ərdəbildə də, Ərdəbil şəhərdarısı ilə Fulat timi arasında olan bir yarışda, bir müsabiqədə milli şüarlar, yəni maraqlıdır, səslənir Ərdəbil şəhərində və stadionda. Ardınca da yəni küçələrə töküldülər və küçələrdə bu şüarları davam etdilər ki, birlikdə və bərabər mümkün olsa biz o şüarları və o videoyu sizə təqdim edək. Buyurun. Türk dilində mədrəsə olmalıdır hər kəsə. Azərbaycan! Azərbaycan! Azərbaycan!
Bəli, gördüyünüz bu Ərdəbildir, Ərdəbil stadiomudur. Bunu demək istərdik ki, bu video göstərməklə hər yerdə Azərbaycan milli məsələsi hər yerdə var. Yəni, bu Qurd dərəsinə yalnız ora üçündür, orada var deyil. Bu adamlar ki, yəni məsələyə şübhəsi də varsa, tövsiyə edərdik ki, bu tipli videoları izləsinlər. Yəni, hər yerdə belə olmalıdır. Urmiyə gedirsən, valibalda, Urmuda milli şüarlar səslənir. Ərdəbildə həmçinin, Təbrizdə həmçinin, yəni sabahlar ayrı-ayrı bir şəhərlərdə olacaqsa 100%, orada da milli şüarlar səslənəcək. Biz Sizdəhbedərdə gördük, Qoşaçay, Mərənd, nə bilim, o ətraflarda nə qədər insanlar, yəni orada milli şüarlar, adicə o Fərvərdin ayının 13-dəki çöl günü də yəni adlanır. Təbiət qoyununa gedirlər, insanlar orada gedib yığışırlar. Zaman keçirirlər və o zamandan da istifadə edib milli məsələni qaldırıb və milli şüarlar səsləndirmişdilər. Yəni, bu millətin belə olmalıdır. Yəni, millətin canına hopmuş bir hərəkətdir. Milli hərəkət buna deyərlər. Yəni, daxili bir hərəkətdir. Bu, hardansa gimnastik vasitəsilə və yaxud hansısa kiçik-kiçik qruplar vasitəsilə nə bilim, diktə olan bir hərəkət deyil. Çox adam gimnastikini bu məsələdə ittiham edir ki, siz nə bilim, bunu siz eləyirsiniz, siz qarışdırırsınız, siz olmasaydınız heç stadionda belə bir məsələlər böyüməyəcəkdi, olmayacaqdı, illər idi, yox idi, necə oldu və bunun hamısını siz elədiniz. Yəni, bu tipli ittihamlar vururlar. Əlbəttə, bunları demək ki, yaymaq, göstərmək bizim borcumuzdur. Yəni, bunu, təbii ki, bunu göstərməklə o bilməyənlər də bilir, yatanlar da uyanır ki, nələr baş verir. Yəni, Azərbaycanda hər kəs bilir. Bu, televizyonun rolu, yəni istisnadır bu məsələdə. Amma həqiqət budur ki, bu hərəkat təxminən 100 illərin Azərbaycanlılara qarşı olan düşmənçiliyin nəticəsidir. Yəni, bunlar özləri bunu böyütdü. Özləri tutmaqla, həbslə, vurmaqla, döyməklə, bəlkə də kimlərisə tutmasaydılar buna görə, bəlkə də kimlərisə döyməsəydilər, təhdid etməsəydilər, bu genişdə böyüməz, yekəlməzdi, yəni genişlənməzdi. Amma özləri, şəraiti, vəziyyəti özləri yaratdı, ona görə də millətimiz ayıldı xoşbəxtlikdən və biz bunu hətta hələ kifayət bilmirik. Yəqin ki, verilişimizin ikinci qismətində milli məsələ ilə bağlı söhbətdə toxunulacaq. Daha da geniş bir şəkildə, daha da yəni ziyalılarımızın, bilim adamlarımızın təbliğatları nəticəsində geniş bir anlamda, yəni bu hər yerdə, o ki, biz demirik təkcə Azərbaycanda, Azərbaycandan kənarda, ayrı-ayrı şəhərlərdə ki, Azərbaycanlılar yaşayır, onların da oyanmasının mütləq və labuddur ki, gərək bu mərhələlər də davam etdirək. Biz demirik, yoxdur, var. O gün, məsələn, Həmədandan söhbət getdi, Savədən söhbət getdi, Zəncandan söhbət getdi filan. Buranın özündə də hərəkat yox demək, yəni yoxdur deyə bilmərik. Orada da var, Savanın özündə çox gözəl bir hərəkat var. Yəni, Savədə olan o aşıqlar, o musiqi filan və insanların toplanması, bu böyük bir hərəkətdir, yəni sivil bir hərəkətdir. Ona görə də yəni, Təbriz səthinə, Urmiyə səthinə, Ərdəbil səthinə, Tehran səthinə çatmaq üçün təbii ki, yəni onların üzərində işlər aparmaq lazımdır ki, ta o mərhələlərə də yəni, yetişsin. Mən elə yəni, traktor qəhrəmanlığından söhbət düşmüşkən və bu milli şüarlardan söhbət düşmüşkən onu da əlavə etmək istərdim ki, bilirsiniz, Tehranın yəni, voleybol timi ilə Urmiyə oyun arasında, timləri arasında olan o münaqişədə ki, məlum yəni, filmlərdə biz sizə göstərdik ki, Tehranda vəhşicəsinə yəni Urmudan olan və ümumiyyətlə Azərbaycandan olan Urmu voleybol timinin tərəfdarlarını döydülər məmurlar. Videolarını sizə göstərdik. Ona görə də yəni, bu məsələ elə belə üzərindən keçiləsi məsələ deyil. Və onun üçün Urmiyə heyət futbol istefa, voleybol heyəti istefa verdi. Nə bilim, orada bir sıra yəni, müəlləqlər oldu ki, fəaliyyətlərini dayandırdılar. Bu məsələyə etiraz üçün ki, ta araşdırılsın. Amma çox təəssüflər olsun ki, buna dövlət önəm vermək istəmir. Eyni 85-ci il hərəkatında ki,
o zaman mənim yadımdadır məclisdə Ələmi keçmiş Təbriz nümayəndəsi gəldi, bu məsələni danışdı. Həddad Adil onda məclisin başqanı idi. Həddad Adil məsələyə çox önəm vermədi. Yəni elə belə, yəni bu mühüm bir şey deyil. Bu məsələni çox şişirtməyin, indi Ələmiyə deyir. Yəni ciddi heç bir məsələ yoxdur. Bir-iki nəfər tutulub, inşallah onlar da buraxılar və s. Hətta o dövrki Pur Məhəmmədi vəziri keşvəri gətirdilər. O da gəldi. Biz təbii ki, yəni bu hərəkətin qabağında biz güllə atmalıydıq, biz nə bilim şokolad, konfet paylamayacaqdıq, filan eləməyəcəkdik. Bu çox komik bir vəziyyətdə o son qoydular. Yəni milləti təhqir edə bu məsələyə son qoydular. Eyni yəni olay hadisə ki, Urmiyanın millət vəkili Qazi Pur bu məsələni məclisdə qaldırdı. Baxaq görək, rəis məclis cavabı nə oldu? Yəni bu məsələni necə qarşıladılar? Mümkün olsa buyurun. جوانان ارومیه آمدن تهران تشویق تیم کنن، در 2 محله اینا کتک خوردن. برادر زن شما در شیراز کتک خورد که مورد بررسی قرار گرفت. جوانان ارومیه کتک خورد، هیچ گوشنوا نداشت. خواهشمند است حق این آذربایجانه، تیم تبریز و تیم ارومیه را از این فدراسیون نابحق بگیرید. بهش که یا حسین. البته آقای قاضی پور اگه شما هم کتک بخورید ما اینجا صحبت میکنیم برای شما. حالا این نکته‌ای که فرمودن آقای قاضی پور، وزیر کشور و وزیر ورزش هم بررسی کنن و یه گزارشی رو بدن که ببینیم چی بوده. Bəli, bu Qazi Pur Urmiya millət vəkilidir. O olayı məclisə çəkib, sağ olsun. İndi gülürlər ona, danışığına, şivəsinə, nə bilim, ləhcəsinə, qoy gülsünlər, o önəmli deyil. Və yəni hər halda bir vəkildir hal-hazırda, özü də vilayətə tabi olan bir vəkildir. Yəni Xaməninin ən yaxın adamlarındandır. Yəni bunu da biz demək vurğulayaq. Hizbullahidir. Yəni amma hər halda bir millət vəkili olaraq türk olduğu üçün onun borcudur o məsələnin məclisə çəksin. Çünki o kiçik olay deyildi, o vəhşilik idi. Yəni cavanları tökəsən bir salonda Urmiyəlləri ki, əsasən əksəriyyəti Urmiyəllər idi. Amma Tehrandan da var, Təbrizdən də gedən var idi. Və minlərlə insanı orada, vəhşicəsini orada döyəsən ki, biz videosunu göstərmişik sizə. Təkrara yəni, yol vermək istəmirik zaman baxımından. Və millət vəkili də gəlir orada raport verir, quzarış verir. Hətta deyir ki, sizin o rəis məclisə deyir, yəni o Laricaniyə deyir ki, bəradər zəni şuma, yəni sənin arvadığın qardaşını Şirazda döymüşdülər, məclisə ayağa qaldırdınız. Təsəvvür eləyin. Yəni bir nəfər onun arvadının qardaşına nəsə olmuşmuş. Dövlət səviyyəsində böyük bir məsələ qaldırıb. Amma bir milləti döyüblər Tehranda. Polislər özdə heç bir şeyin üzərində, heç bir şeyin üstündə, heç bir suçu günahı olmadan milləti döyüblər. Millət vəkili gəlir, oturur məclisdə, gəlir, şikayət eləyir. O da məsxərə ilə. Görürsünüz, deyir ki, ona deyir ki, deyir, ay Qazi Pur, elə sizi də döysələr, biz bu işi görərdik. O məclisdəkilər də başlayır, buna hırtıldı deyirlər. Gülmək yox, hırtıldamaq. Yəni hırtıldamaq o adamlarda ki, sima olmaz. O adamlarda ki, yəni şəxsiyyət baxımından çox aşağı olar. O tipli insanlar orada siz hesab eləməyin. Orada millət vəkillər, millət adını oturublar orada. Onlar adamdılar və şəxsiyyətlidirlər. Onların, mən deyə bilərəm ki, %90-ı şəxsiyyətsiz, avara, lat, nə bilim, bəsici, oradan, buradan, bəzilərində hətta belə anası, atası bəlli olmayanlardır. Siz təsəvvür eləməyin, yəni orada elə yığılıblar o məclis millət və öz adamlarıdır. Yəni bunlar öz seçdikləri adamlardır. O gülməyin əvəzində orada onlar ağlamalıdırlar. O vəziyyətə ağlamalıdırlar. O məmləkətdə nələr baş verir. O ayrı seçkilicə onlar ağlamalıdırlar. O Qazi Pur orada düz deyir. Yəni onun arvadının qardaşı ilə bağlı. Ki sənin arvadın deyir qardaşına
Orada Şirazda döydülər ki, siz nələr etmədiniz. Onun üçün deyirdi, ən azından bu millətə bir sayğı göstərin. Bu millətə, o da sonda deyir ki, nə bilim, biz vəzir vərzişə deyərik, bu məsələni bir araşdırsın, filan eləsin. Məsələnin üzərindən bir ay keçir. Məsələni araşdırmağa heç bir ehtiyac yoxdur. Video var göz qabağında. Məmurlar tökülüb, cavanları, gəncləri orada salıb təpikinin altına ölümünə döyür. Baş yaralı, diş sınıb, göz çıxıb. Yəni hətta birinin, orada deyilənə görə yəni orada bizim soydaşımızın bir gözünü itirib təəssüflə. Bu məsələ ilə bağlı, yəni nə zaman, nə vəziri vərziş, nə tədbir görəcək vəziri vərziş? O videonun qabağında hansı tədqiqata ehtiyac var? Yəni budur ölkə, budur məmləkət. Biz deyəndə ayrı seçkilik, biz deyəndə bu Tehran, o mərkəz ki, yəni farsların əlində, o hökumət ki, farsların əlində özləri idarə edir, o Laricani qardaşları, məclisi, qüvvə-i qəzaiyəni, nə bilim, o tərəfdən də o dəllallıq, yer dəllallığını filanı, yəni o pul kəsmə, rüşvətin nəzarət edirlər. Bir tərəfdən Cumhurbaşqanı Fars, o bir tərəfdən elə lideri də Fars. Biz yenə də deyirik, heç kim inanmasın ki, bu Xamenə kəndindəndir, Məşəddidir. Yəni, onun heç bir aidiyyəti yoxdur Azərbaycanla. Olmuş olsa belə, yəni manqurt adam Azərbaycana ehtiyacı, yəni niyazı yoxdur o tipli adamlara. Amma biz əminik 100% Azərbaycanlı deyiruz. Sadəcə bir iki kəlmə Azərbaycanca danışır. Əhməd Nücat mükəmməl danışır. Heç Azərbaycana aidiyyəti yoxdur. Yəni, bizim dili danışmaq o demək deyil. Yəni, türk dilində danışmaq o demək deyil ki, səninləndir. Ona görə də yəni, o məmləkətdə, o məclis əvəzin ki, Qazipurun orada o çıxışını, o danışığını gəlsin orada ciddi bir şəkildə araşdırsın və orada ayrı-ayrı millət vəkilləri gəlsinlər orada, söhbət eləsinlər, bu məsələni qaldırsınlar, cavabdeh olsunlar ki, bu gəncləri, cavanları, qonaq gəncləri, cavanları töküb orada stadiyumda qapını bağlayıb, salıb içəri ölümlərinə döyübsüz. Bunun səbəbləri nədir? Günüz gün orta çağı o durbinlərin gözünün qabağında oturub orada onun sözünə orada hırtıldayırlar. Yəni, məmləkət belə idarə olunur. Məmləkət bu ayrı seçkilikdir, bu irqıçı siyasətdir. Biz deyəndə ki, irqıçı siyasətin əleyhinəyik, buna görə deyirik. Yəni, ən azından biz özümüz nəticə çıxartmalıyıq. Yəni, Azərbaycanlılar özləri nəticə çıxartmalıdır ki, bunlarla necə davranmaq, necə rəftar eləmək. Biz bunlardan rüfət, nə bilim, bunlardan hansısa bir ədalət filan gözləmirik. Çünki ədalət olsaydı bugün Əli Rza Fərşi zindanda nə gəzirdi? Ədalət olsaydı, nə bilim, ayrı-ayrı Səid zindanda nə gəzirdi? O digər zindanlarımız orada evində nə işi var? Ədalət yoxdur. Bunlar fişar gəlirlər, bunların əmri var, bunların dəsturu var ki, Azərbaycan məsələsini əzün dağıdın. Yəni, bunlar əgər başını qaldırsa, dil istəsələr, ədalət istəsələr, haqq tələb etsələr, bunlar əzün dağıdın. Yəni, bunlar bu şivədə Azərbaycandan rəftar edirlər. Onun məclisi, ondan ona yəni bir yer yoxdur. Çünki şikayət eləyəndə mərhələ bir şey olanda, o qurum ki, ona tabi idi, əvvəl onun mərkəzinə gedirsən, o baxmayanda, nə bilim, gedib ustandara deyirsən, ustandar baxmayanda gedib millət vəkilinə deyirsən və nəhayət ki, məclisdən o tərəfə demək istəyirəm, yer yoxdur. Kimə daha şikayət eləyəcəksən? O millət vəkilinin orada açıqlaması, ola rəis məclisin ona cavabı və orada oturanların da reaksiyası. Bunun üçün biz Azərbaycan olaraq, yəni Güney Azərbaycan olaraq, Azərbaycan türkləri olaraq öz taleyimiz, öz müqəddəratımız üzərində daha çox bundan sonra illərdir danışılır, yenə də danışmalıyıq. Bizim ayrı yəni bir yol bunlar qoymurlar. Həqiqətən də adam baxıb görsə də, hətta bu Günas TV olaraq biz baxıb görsək ki, məclisə bu məsələ qaldırdı və məclis bu məsələ ilə bağlı müsbət addım atdı. O məmurları tutdular, apardılar, cəzalandırdılar və belə bir şeylə bir də təkrar olmasa, bizim də sözümüz qalmaz. Yəni, biz daha nə deyə bilərik? Bir də gəlib desə, deyirik, məmləkətdə yaşayır, getdilər, qanun var, qayda var, müraciət elədilər və
ədalətli bir hökm, qərar çıxdı, daha nə istəyirsiniz? Məsələ burasındadır ki, bunlar bu işi görmürlər. Bunlar özləri hamıya şərait yaradırlar ki, o ölkədə, o məmləkətdə qiyam eləsin, ayağa qalsın. O məmləkətin qiyamdan başqa bir yolu yoxdur. Və şübhəsiz bu baş verəcək. Buna zərrə qədər kimisə şübhəsi olmasın. Yəni, olmasa belə biz özümüzə şübhə etməliyik. Onlar öz aləmlərində məsələni bitmiş hesab eləyiblər, öz aləmlərində bunlar neytrallaşdırıblar. Xameneyi məsələn, o bilmir ki, onun bir 500 dənə, 1000 dənə bəsici aparırlar, oturur orada, başlayır ona danışmağa, söhbət eləyir, qulaq asır filan, ondan sonra deyir, Azərbaycan İranın başıdır, Şiirmərdan Azərbaycan, Qəhrəmanan Azərbaycan və xiyalı rahatdır ki, yəni Azərbaycandan bizim məsələmiz yoxdur. Gedir o birisi qrupun dalına, aha, Bəlucistandan gətirin. Bunlar da seçirlər, öz adamlarını gətirib, o dövr, yəni bunu Xameneyisi olsun, bunu Cumhurbaşqanısı olsun. Yəni, əlbəttə bilənlər var. Azərbaycan məsələsi bu günləri elə deyil. Azərbaycan məsələsi onların düşündüyü kimi deyil. 3-5 bəsicidən ibarət deyil, o düşüncələrdən ibarət deyil. Azərbaycanın məsələsinin həqiqətini öyrənmək istəyirsənsə, millətin içinə gir. Bax gör, hər kimi dindirsən, Farsla bir dənə zıt çəkir, xət çəkir. Xəttin o üzündə Farsdır, xəttin bu üzündə mənəm. Bu nə deməkdir? Bu öz müqəddəratını, öz taleyini həll etmə prosesi. Sadəcə bu proses bitməyib, bu proses hələ başlayıb. Belə də davam etməlidir. Qısa bir ara alırıq, aradan sonra biz növbəti mövzularla bağlı söhbətimiz olacaq. Buyurun.